zengin ve mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət abidəsidir. Novruz bayramı şimal yarımkürəsində astronomik yazın başlanğıcı gecə-gündüz bərabərliyi günündə, yəni martın 20-si 21-də keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsi, təbiətin canlanması ilə bağlanmış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmək istər. 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi iş siyasında daxil edilmiş 23 fevral 2010-cu ildə Yenibaş Asambleyasının 64-cü sessiyası iclasında Mart ayının 20-ci Beynəlxalq Novruz günü elan edilmişdir. Novruz birliyin, bərabərliyin, yenilənib gözəlləşən təbiətin rəmzi, ocağın bərəkəti, əsrlərin yadigarı, doğmaların sevinci, Novruz el şənliyi, el birliyi, dirçələn həyatın bayramı. Novruz bayramınız mübarək.